Başlayaq faiz mövzusuna. Başlayaq. Faiz tənasüb. Səhifə 26. Deməli, birinci sualdan başlayaq. Birinci sual ümumiyyətlə tənasüb verilir. Bu tənasübün xassəsinə əsaslanır. Tənasübün kənar ədlərin hasili orta ədlərin hasilinə bərabərdir. Biz burada tənlik quracaq. 3/6 bölünsün 5-də 14 bərabər x bölünsün 3-də 5. Kənar ədlərin hasili, yəni 10-da 36 vurulsun 3/6 10-da 36 yazılır. Vurulsun 3-də 5 bərabərdir 5-də 14 vurulsun 2. Kənar ədlərin hasili orta ədlərin hasilinə bərabərdir. Bundan istifadə edəcək. Deməli ki, İxtisar eləndə 3-ə böləndə 1, 3-ə böləndə 12. 12-ni 5-ə vurdum 60, 10-a böləndə 6. Bərabərdir 5-də 14 2. Artıq burada 5 dəfə 6-nın 30, 30-u da 14-ə böləcəm. İxtisar eləyəndə 15/7 alınır. 7-də 15. Bu da C variantı olur. O ikisi de ondandır. Bəli, ikincisi ondandır. Ona görə ikincini yazmıram. Üçüncü də eyni şeydir. Onu da yazmayacağım. Dördüncü də eyni şeydir. Beşinciyə baxaq. Beşincidə bağban ümidləşdirmək üçün bağban 2 kiloqram azot, 3 kiloqram fosfat və 6 kiloqram əhəc qarışdırır. Azotun kütləsinin ümumi qarışımın kütləsinin nisbətini tapın. Azotun kütləsi nə qədərdir? 2 kiloqram. Nisbətini tapın deyəndə 2-ni böləcəm. Ümumiyə də, yəni burada yəni çox asan bir şeydir. 2 üstə gəl 3, üstə gəl 6. Bu da 11-də 2 eləyəcək. 11-də 2 də B variantındadır. 6-cı da eyni tip məsələdir. 7-ci, velosipedçi 15 km məsafəni 2,5 saata gedir. Bunu deməli tənasüblə də həll edə bilərsiniz. Sürət, məsafə, zaman düsturunda istifadə edə bilərsiniz. 9-cu sual. M bölünsün, P vur K kəsrində M-i 3 dəfə artırıb, K-nı 3 dəfə azaltda kəsrin qiyməti necə dəyişir? M-i 3 dəfə artırıb deyəndə dəfə artırma vurmadır da. Nə deyirsə onu yazıram. M-i 3 dəfə artır, 3 dəfə artırdım. K-nı da 3 dəfə azalt deyəndə K-nı da 3-ə böləcəm. Və bu 3 qatlanır yuxarı qalxır, düzdürmü? Olacaq 9M bölünsün PK. Bu da 9 vurulsun M böl PK deməkdir. Bəyək M böl PK idi, 9 vur M böl PK. Deməli nə oldu? 9 dəfə artdı. Cavab 9 dəfə artar, D variantı olacaq. İndi gəldik 24-ə. Belə, 10-cu sual. 24 saat işlədiyinə görə fəhlə 80 manat aldı. 6 saat işlərsə fəhlə nə qədər pul qazanır? Biz burada tənasibi qurandan sonra düz yoxsa tərs tənasibdir, ona fikir verməliyik. Bunun üçün də məntiqlə düşünməliyik ki, artanda artır yoxsa yox. Baxın, fəhlə hər halda burada nəyi göstərir bizə? İşlədiyi saatla bir də aldığı maaşı göstərir. Hər halda fəhlə çox saat işləyəndə çox maaş alacaq, az işləyəndə az maaş alacaq. Ona görə də burada bəli, düz mütənasib olacaq. Düz mütənasib olduğunu biləndən sonra da bilir ki, bu da çarpaz burasıydı. Amma tərs mütənasib olsaydı, düzünə burasıydı, düzdürmü? Deməli, 10-cu sual. 24 saat işlədiyinə görə 80 manat aldısa, 6 saat işlə nə qədər alacaq? İndi bunu çarpaz vuracaq. X bərabər də 6 vur 80, böl 24. Bura 1, bura 4. 80 da 4-ə böldü, 20 elədir. 20 manat, bu da B variantı olacaq. 11-ci sual. 40 kvadrat metr arsa. Burada da artıq düz mütənasiblik olur. Çünki çox sahəni kraskalamaq üçün deməli, çoxlu kraska lazımdır, düzdürmü? 12-də tənasibin bayaq dediyim xassəsindən istifadə olunur. Tənasibin orta ədlər 24 və 18-də orta ədlər vuracaqıq. Kənar ədlərdən birini 27, o birini x deyəcək. Kənar ədlərin hasılı orta ədlərin hasılına bərabər. 27 x bərabərdir, 24 vur 18. Burada x olacaq 24 vur 18 bölü 27. Deməli 24 vur 18 bölü 27-yə baxasıyıq. 9-a böləndə 3, 18-i 9-a böləndə 2. 24 3-ə böləndə 8, 8-i 2-yə vuranda 16 eləyir. 11-ci sualda cavab olacaq. 11-ci yox, 12-ci sualda cavab olacaq 16. Gəldi 13 eyni tipdir, 14 eyni tipdir. 9 saatda 42 detal hazırlayırsa, 28 detal neçə saat hazırlayır? Bu da düz mütənasibdir. Hər halda çox saatda çox detal hazırlayacaq, az saatda az detal hazırlayacaq. 15-də düz mütənasib hissələrə bölünür deyəndə, baxın, əgər məsələdə düz mütənasiblik sözü yoxdursa, sadəcə mütənasiblik varsa, bilin ki, orada düz mütənasiblik nəzərdə tutulur. Əgər tərs mütənasiblik nəzərdə tutulsaydı, mütləq tərs sözü olardı. Məsələn, burada deyir ki, 600 ədədi 3, 4, 5 ədədlərində mütənasib hissələrə ayrılmışdır. Deməli, burada düz mütənasib hissələrə ayrılmışdır demək istəyir. Başa düşdünüz? Əgər tərsi olsaydı, mütləq yazar ki, tərs mütənasib hissələrə ayrılır. Tərs mütənasib hissələrə ayrılır desə idi, biz tərsinə 3-də 1, 4-də 1, 5-də 1 götürəsi idi. 3-də 1 2, üstə gəl 4-də 1, üstə gəl 5-də 1 2 bərabər də 600 yazası idi.
Düz münasib deyəndə düzünü götürürük. 3x, 4x, 5x'i toplayıb 600-ə bərabər edirik. Deməli ki, 15-də 3x, 4x, 5x'i topladıq, 600-ə bərabər elədik. 12x 600-dür. Bəli, x-də bərabərdir, 50. Bizdən nəyi soruşur? Alım şərtlə ən kiçiyi 3 pay olandır. 3 dəfə 50-nin 150 olacaq. 150 də hansı variantdadır? Y variantındadır. Gəldik növbəti sualımıza. Növbəti sualımız hansıdır? 17-ci. Gücü eyni olan 6 nasos hovuzu 8 saata doldurur. 17-ci. 6 nasos 8 saata doldurur. Bəs 3 saata doldurmaq üçün neçə nasos lazımdır? Tərs tənasib. İndi baxın, 6 dənə nasos 8 saata dolduracaq, düzdürmü? Nasosların sayı azalanda axı zaman çox alır axı, düzdür? Az nasosda çox saata dolduracaq, amma ürəyi üzüləcək. Ürəyimiz üzülməsin də nasosların sayını çoxaltmalıyıq ki, tez dolub qutarsın, işimizə gücümüzə gedər. Ona görə də bu düz mütənasib olur. Düz mütənasib deyil belə, tərs mütənasib olur. Tərs mütənasib olanda artıq biz düzünə vuracağıq. Yəni 6 vur 8 bərabərdir, x vur 3 olacaq. X də bərabərdir, 6 və 8-in 48 bölü 3, bu da olacaq 16.